Qalxdı işığımız. Allah'ın salamı olsun sizlərə, əziz izləyicilərimiz. Natiq, zəhmət olmasa bir dənə açardın. Ya sən tut, mən açım. Tut, çəkil. Ya Allah. Ya Allah. Bu bizim büyütdüyümüz arpa dənli bitkimiz. Bir dənə zəhmət olmasa, baxın qardaş. Hə, arpamızda nəmişlik var. İnşallah indi otumuzu da doğrayaq, sizlərə nümayiş elətdirərik. Yine Allah'ın salamı olsun sizlere, əziz izləyicilərimiz. Gördüğünüz kimi bir yonca presini doğradıq. Bu bizim iri buynuzlular üçün doğradığımız yonca presi. Buyurun əziz izləyicilərimiz. Demək 5.5 kilovatlıq mühərriklə 220 voltla işləyir hal-hazırda. Demək siz bu mühərriki 3 fazaya da qoşa bilərsiniz inşallah. Hə, doğramaq istəyən qovurum doğra. Dayan. Balacanın arzusunu yerinə yetirək. Belə. Demək əziz izləyicilərimiz, yemimizi üyütdük. Çəkdim sizə inşallah. Təqdim elədim. Bu isə bir yonca presimiz. Əlaqə nömrəmiz səhifəmizdə var. Əlaqə saxlamaq istəyənlər buyursun, zəng eləsin. O gün dediyim kimi hal-hazırda 45 dərəcə bucaq altındadır mühərrikimiz. Yəni makinamızın duruşu. Biz bunu 90 dərəcəyə qaytardıqda olur yemüydən. Bıçaqlarını dəyişirik. Gördüyünüz kimi bunkeri dəyişirik və yemüydənimiz olur. Allah işlərinizi avan diləsin. Allah amanında olun.